Salam dostlar. Gördüğünüz kimi mən böyük bir ağacın altındayam və bu ağac əyilərək öz formasını dəyişib. İngilis dilində hər hansı bir əşya öz normal formasını dəyişirsə, buna ingilis dilində twisted deyirlər. Məsələn, it is a twisted tree. Yəni, bu formasını dəyişən ağaçdır. Yəni, öz normal formasından başqa formaya keçib. Biz twisted sözünü insana aid işlədə bilərik. Amma burada biraz diqqətli olmalıyıq. Əgər hər hansı bir insan öz əxlaqını dəyişirsə və mənfi əxlaqa sahib olursa, biz o insana twisted deyə bilərik. İnsana aid işlətdiyimizdə biraz diqqətli olmalıyıq. Həqiqətən baxmalıyıq ki, bu insan öz normal əxlaqını mənfi yöndən dəyişib, yoxsa dəyişməyib.